Naməhrəmlə virtual aləmdə danışıq da eyni ilə bizim canlı aləmdə, həqiqi aləmdə olduğu kimi, necə ki biz deyirik ki, aləm iki hissəyə bölünür, eşq iki hissəyə bölünür, həqiqi eşq, məcazi eşq. Aləm də, dünya da bu cürdür, yəni həqiqi və məcazi. Hal-hazırda bizim söhbətimiz məhz məcazi dünyadan gedir, virtual aləmdən gedir. Yəni bu virtual aləmdə eyni ilə həqiqi aləm kimi bizim əməllərimizin sırasına daxildir. Əgər bu virtual aləmdə naməhrəmlə danışıqdan heç bir hədəf yoxdursa, sadəcə danışıqdırsa, sözsüz ki, İslam bunu qəbul etmir. Əgər bu danışıqda ümumiyyətlə hədd və hüdud müəyyən olunmayıbsa, İslamın buyurduğu çərçivələrə əsasən addım atılmırsa, bu o deməkdir ki, bu xətadır, yəni düzgün deyil. Mən keçən dəfə meyarları demişdim, bir daha təkrar etmək istəyirəm ki, Peyğəmbərdən belə bir hədis idi ki, Səvabul Əmal kitabı və Bihar kitabında dedim ki, qeyd olunur bu hədislərin çoxu. Peyğəmbər salavatullah buyurur ki, müsəlman qadın naməhrəm kişilərlə 5 kəlmədən artıq danışmasın. Və bu 5 kəlmə də zəruri olduğu halda olsun.